Həzrət İmam Zaman ağa Əcələlallahu fərəcəhu şərif qəmli günləri başladı. Bu aylar qəmli aylardır. Qüssəli aylardır. Yəfrəhuna bi fərahina və yəhzənuna bi huznina başladı. Atəmin gəlib ey ərbab bisər. Hüzünümüzlə hüzünlənərlər bizi sevənlər. Kədərli günlərdir. Qəmli günlərdir. Dərdli günlərdir. Biz bu günlərdən əza saxlamışıq və qohum, əqrabamız, babalarımız, nənələrimiz əza saxlayırlar və biz də saxlayırıq. Bizdən sonra da saxlayacaqlar. İmam Hüseyin ağa belə bir şəxsiyyət. Bir kəs Hüseynim, Kərbəlaya gəldi, Adəm qanaqda. Tövsiyə edirəm anası Zəhra ilə xüsusi ünsiyyət qurmağı. Əməllərinizi hədiyyə eləyin İmam Hüseyin ağaya. Yaxşı əməllərinizi savabını hədiyyə eləyin İmam Zamana, İmam Hüseyin ağaya, anası Zəhraya bu günlərdən. Harada əza saxlaya bilirsiniz, əzalarınızı saxlayın. Amma əza hiss olunsun ki, qəmli gündür, dərdli gündür, bu hiss olunsun. Da bu günlərdə biz gülək, bir səskünə, yəni, başa düşürsünüz. Bunu qoruyaq, saxlayaq.